Yine yeni təmirli və yaşayış olmamış bir mənzillə sizin qarşınızdayım dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Mənzil yerləşir Badamdarda, əsas küçənin üzərində, Kaspian Hospitalın yanında yeni tikili bina, hazır kupçalı bir mənzildir. Dediyim kimi təmirdən də sonra yaşayış olmayıb. İndi mən mənzildə nə var nə yox, hamısını bir-bir sizin nəzərinizə çatdıracağam. Ona görə vaxt demədən başlayıram mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sağ tərəfdə bu hissədə dolabımız yığılıb. İçərisini də göstərin. Dərinlikdə çox yaxşıdır. Tam axıra kimidir. Paltar, ayaqqabı, istənilən əşyazı tam rahatlıqla yerləşdirmək imkanınız var. Eyni zamanda daxil olduqda sol tərəfdə də yenə əlavə olaraq bu hissədə dolab şkafımız yığılıb hazırdır. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Giriş qapısı ilə üzbəüz bu hissədə dresuarımız var. Böyük güzgü yerləşdirilib gizli işıqlar, sağ və sol bura işıqlar, mebel daraqlar və işıqlandırmada da spot, lüstr və spotdan istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırın. Buranı görürüz mənzilin qonaq otağı, əsas yataq otağı, burada ikinci yataq otağı, yanında sanitar qovşağımız yerləşir. Keçək başlayaq mənzilin qonaq otağına. Geniş ölçən malik deyil, öncə onu nəzərə çatdırın. Yəqin ki, videodan da hiss edirsiniz. Eni, uzunu yaxşıdır, yəni dar uzun otaq deyil. Bütün mebellər var. Onu deyim ki, döşəmə parketdir. Deməli, nəyimiz var? Divan, kreso, mərkəzdə jurnalimiz, 6 nəfərli masamız yerləşdirilib bu hissədə. Mərkəzdə böyük lüstr, trek işıqlar. Mənzil ümumiyyətlə işıqlı mənzildir. Yəni açıq rəngli belə divar kağızlarından istifadə olunub. Bu hissədə dekor saatımız. Yəni gözəl bəzədilib mənzil, onu nəzərə çatdırım. Bu hissədə TV stendimiz yığılıb. Aşağı hissəsi şkafdır, TV internet çıxış. Burada nəzərə alınıb pərdələr asılıb, kondisionerin yerinə kimi hamısı qoyulub hazırdır. Burada deməli yerləşir mənzilin mətbəxi. Nəzərə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə qonaq otağı ilə belə sürgülü şüşə qapı ilə ayrılır və mətbəx mebelimiz burada yığılıb. Daxil olduqda sağ və sol tərəflərdə şkaflarımız yığılıb. Görürsünüz, bu hissədə yəni kifayət qədərdir. Əşyalarınızı rahat yerləşdirə bilərsiniz. Dərinliyi də yaxşıdır. Yuxarı hissəyə kimi hamısı şkafdır. Üstü bu hissəsi mərmərdir. Və sol tərəfdə yenə burada da yenə şkaflarımız yığılıb. Soyuducun yeri, qaz peçi, aspirator bunlar da qoyulub hazırdır. Mənzilin dediyim kimi sənədləri də qaydasındadır. Çıxarış, yəni kupçada var. Keçək, mən sizə göstərim mənzilin əsas yataq otağını. Burada yerləşir, buradan daxil oluruq. Dediyim kimi, mənzil çox gözəl şəkildə yığılıb, onu nəzərdə çatdırın. Əsas yataq otağımız, buradan mənzilin eyvanına da çıxış var. İstili sistem, kombidi görsü, aparatı kimi hamısı qoyulub hazırdır. Qapalı eyvanımız və ikinci yataq otağından da eyni zamanda bu eyvana çıxış var. Yataq dəstimiz tam olaraq hazırdır. Bu hissədə belə gözəl taxtımız yerləşdirilib. Arxasında tablomuz, bura işıqlar, mərkəzdə lüstrumuz. Bu hissədə yenə şkaf yığılıb. Yataq otağının daxilində vanamızın içərisini göstərirəm ki, tam təsəvvür yaransın, tam axıra kimidir görürsünüz. Bu hissədə TV, internet burada nəzərə alınıb. Aşağı hissəsi şkafdır, eyni zamanda o tərəfdə də güzgümüz yerləşdirilib. Və bu yataq otağının daxilində sanitar qovşağımız var. Adətən belə proyektlərdə bir sanitar qovşağı olur, amma bu mənzildə 2-dir və bu da belə deyim üstünlükdür. 2 sanitar qovşağımızdan biri budur. Yataq otağının daxilində bütün aksesuarlar tam olaraq yığılıb. Duş kabinimiz, qara rəngli aksesuarlardan istifadə olunub. Bu hissədə müdadır, mümtaz, yəni hər bir şey var və bura təbii ki, isti döşəmə ilə təchiz olunub. Və ikinci sanitar qovşağımız yerləşir burada. Bayaq demişdim, girişdən solda ümumi sanitar qovşağımız. Buranı da göstərim. Bura daha genişdir digərindən. Gözəl, maraqlı teksturalı qranitdə seçilib ümumilikdə. Bu hissədə duş kabinimiz yığılıb. Dediyim kimi, içərisi kifayət qədər genişdir. Divar içi aksesuarlardan istifadə olunub. Hər bir şey var. Ümumi olaraq göstərim sizə. Burada da yerləşir mənzilin ikinci yataq otağı. Onu da göstərim, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağım. Bayaq göstərdim eyvana, bu yataq otağından da çıxış var. Buranı istəsəz, uşaq otağı kimi istəsəz, böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yəni bu sizdən asılıdır. Çünki kifayət qədər böyük otaqdır. 2 taxtımız yerləşdirin bu hissədə.
Yenə şkafımız var. Yəni hər iki yataq otağında bunları göstərirəm ki, tam təsəvvür yaransın mənzil haqqında sizdə, yəni qaranlıq məqam qalmasın. Mərkəzdə gözəl lüstrumuz var. Tavan hissəni ümumi olaraq göstərim, spotlar. Bu hissədə də yenə aşağı hissə şkaf, TV, internet çıxış, hər bir şey var. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər şeyi nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Dediyim kimi, yerləşir Badamdarda, əsas küçədə, əsas yolun üzərində, Kaspian Hospitalının yanında, yeni tikili binada, təzə təmirli və yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü də çoxdur, yəni 101 kvadrat ölçüsü var. 6-cı mərtəbədə yerləşir, 16 mərtəbəli binanın 6-cı mərtəbəsində. Gördüyünüz şəkildə satılır, bütün mebellər hamısı qiymətə daxildir. Sənədlər də qaydasındadır, çıxarır. Yəni, qupça da var və mənzilin start olaraq qiyməti 350.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.